Sınav imtahanı keçirilmişdi. Hal-hazırda 1-ci sinif Azərbaycan dili suallarını birbaşa cavablar üzərindən sürətli izah edəcəm ki, uşaqlar rahat yoxlasınlar. Amma hansı sualın ətraflı izahını istəsəz, videonun şərh bölməsinə yazarsınız. Oradan cavablandıracağam ətraflı. Vaxt itirmədən başlayaq. Deməli, 1-ci sualda, mətni yəqin ki, uşaqlar diqqətlə oxuyub, Gülarənin məqsədi atası üçün yemək hazırlamaq idi. Onun üçün də yağ, pendir gətirib stolun üstünə qoymuşdu. 1-də A. 2-də hansı fikir doğrudur? Gülarə iş görməyi bacarır. Yəni, atası üçün yemək qoymuşdu. Şəkildə də var. 3-cüdə Gülarə niyə çayı elektrik çaydanı da hazırladı? Çünki anası mətndə də var idi ki, ona qaz açmağa icazə vermirdi. C variantı 3-də. 4-cü sualda qırmızı hərflərlə durdu sözüdür. Onun da yaxın mənalı sözü qalxdı sözü olar. 4-də C variantı. 5-də hansı sualın cavabı mətndə yoxdur? B variantda ananın getməyi, yəni ana evdə yox idi, var idi, amma haraya getdiyi bilinmirdi. Ona görə 5-də B-ni götürəcəyik. Haraya getdiyi bilinmirdi. 6-da sevincli sözün əks mənalısını soruşur. A variantı Əli bugün qəmgin idi. Sevincli, qəmgin bir-birinə əks mənalıdır. 7-ci sualda hansı sözdə hecalan sayı şəkildəki canlının adındakı hecalan sayı ilə eynidir? Şəkildə kəpənək idi, 3 dənə ə sayıdır, 3 hecalı. B variantında da qarışqa 3 hecalıdır. 7-də B. 8-də şeirdə Nərgiz çiçəyinin şəklini soruşur ki, hansı bənddə verilmişdir? Şeirdə yazıb Nərgiz ağ oldu. Deməli, ağ variantı burada A variantıdır. 8-də A. 9-da sayı soruşur ki, sayı bildirən söz. Soyuducuda 2 yumurta qalıb. 2 burada sayıdır. C variantı. 9C. 10-da yazıb ki, hansı söz artırıla bilər nöqtələrin yerinə? İnsanlar sərinləmək üçün dənizə gedirsə, deməli, hava istidir. 10-da B olacaq. 11-də yaxın mənalı sözlər iri, böyük. Susmaq, danışmaq, xeyli az bir-birinin əksidir. 11-də A. 12-ci suala diqqət edək. Mətndə qırmızı hərflərlə verilmiş sözlərə aid ümumi cəhəti seçək. Hündür, kiçik, zəhmətkeş, bərəkətli. Baxaq görək, burada qırmızı hərflərdə nə var? Ad bildirmək isimdir, əlamət sifətdir, hərəkət də feildir. Fikir versək, bütün bu suallar hamısı necə sualına cavab verir? Ona görə əlamət bildirəcək, sifətlilər. 12-də B. 13-də, üzr istəyirəm, şeir hansı bənddə göstərilən şəkil aid edilə bilər? Deyir, mənə gecələr baxan, səhər oldu yatıram. Günəş çıxana yaxın, göy üzündə batıram. Deməli, bu ulduz olar ki, gecələrdir ki, mənə baxanda biz ulduza gecə vaxtı baxırıq. 14-cü sualda hansı söz səhv yazılmışdır? Təbiət sözü tələffüzdə y artırırıq. Yazılışda y yoxdur. 14-də B. 15-də şeirdəki uşaq nə edir? Eşib həyətdəki qarı sərçə axtarırdı dən, çörək qırıntıları yığıb səpdim ona mən. Deməli, sərçə dən axtarır və bu da, yəni uşaq onun üçün eləyib, çörək qırıntılarını yığıb, onun üçün verib, yəni sərçəyə yem verib. 15-də C. Sürətli bir şəkildə bütün sualların izahını verdik. Əgər video faydalı olsa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti sınavları da, belə deyim, yəni izahlarını bir-bir yerləşdirəcəm. İnşallah faydalı olar. Təşəkkür edirəm.